Abituriyentlər və abituriyentlər, mən bugün sizə söz birləşməsi ilə bağlı vacib bir qaydanı izah etmək istəyirəm. Deməli, birinci növtəli söz birləşmələri bilirik ki, tərəflərin müstəqil cümlə özü olur, yəni tərəflərinə parçalana bilir. Baxın, burada da göstərilibdir ki, gözəl mahnı, necə mahnı, gözəl, necə birinci növtəli söz birləşməsidir. Biz deyirik ki, birinci növtəli söz birləşməsinin tərəfləri arasına baxın, bura necə, nə cür, hansı sual verə biliriksə, deməli, bu birinci növtəli söz birləşməsidir. Düzdür, birinci növtəli söz birləşməsi, ümumiyyətcə təyinli söz birləşmələri, birinci, ikinci, üçüncü növ mövzudan çıxarılsa da, ancaq bizə sintaktik təhlil zamanı lazım olur. Deməli, gözəl mahnı, necə mahnı? Burada gözəl təyindir, ancaq istisna. Birinci növtəli söz birləşmələrinin tərkibindəki sözlər mənaca ayrılmadıqda, yəni cümlədə bir suala cavab verdikdə cümlənin bir üzvü olur. Yəni bu sözlərin içərisində elə sözlər olacaq ki, biz o sözləri bir-birindən ayıra bilməyəcəyik. Məsələn, baxıraq, yurdumuza yeni il gəldi. Burada yeni ili ayıra bilmirik. Nə yeni il? Həmin anda, nə zaman həmin anda? Yəni andanı nə anda, nə zaman həmin? Bunu biz parçalaya bilmirik. Yeni ildə bir yerdə götürülür, həmin anda da bir yerdə götürülür. Buna diqqət edin.